Salamlar dostlar, bu günlər sizlərlə Minecraft Survival birinci bölüm oynayacağıq. Mənim bu səsli birinci videom olacaq. Əslində ikinci videom sayılır. İkinci videom sayılır. Sadəcə birinci videomda elə belə yoxlamaq üçün atmışdım. Steve var oyunudur. Ona da girib baxa, mənim kanalımdan girib birinci videom maraqlananlarınız olsa birinci videoma girib baxa bilərsiniz. Və kanalıma abunə olub, yəni kanalımı əslində yeni açdım, təzə açdım. Kanalıma abunə olub videoma like atmaq yadınızdan çıxmasın. Videoda Minecraftda Survival oynayacaq və amacımız Ender Dragon'u öldürmək, farmlar düzəldib gəlişməyə çalışacağıq da. Nəysə, videoya keçək. Əvvəlcə bonus sandığı alacağıq. Alayıq. Allah, danışamadım. Bunlar da bəlkə lazım olar. İlk başta bir kənd tapmalısınız. Kənd tapmasa da olmur da. Yoxsa da kəndsiz bu iş olmur da vallahi. Görək nə olacaq ara. Video şansı. Bütün şansımı burada işlədirəm. İnşallah bir dənə kənd çıxardı. Aha. Vallahi kənd çıxdı. Billahi da kənd çıxdı, vallahi da kənd çıxdı. Nəysə. Desəm çox şanslı ya. Bir dəqiqə. Valla bəlkə evim olaraq bu evi işlətdim, amma hələlik dəmirci olsa bu kənddə bəsdir də mənə. Valla bəsdir. Bir dənə də oho. Deyən kimi bax, ağzından çıxan kimi o dəqiqə bir kənd. O dəqiqə bir dəmirci. Dəmirciyə baxaq görək nə var. 3 dənə muzraq var. Şansa bax. Bunu bilməyənlər varsa yeni güncəlləmə ilə gələn bir əşyadır. Yəni nətər olur? Saldırı hasarı çox az olur normal vuranda. 1-2 vurur. Sadəcə nə qədər tez gedərsəz o qədər o saldırı hasarı artır. Bəlkə bir şansımızı bir dənə daha dəmirçi qoydu. Kənddə həmişə bir dənə ki dəmirçi olur da. Oha. Vallahi bir dənə dəmirçi. Nə qədər şanslıyam hə. Vallahi şanslı başladıq da. Vallahi CD istəyənlər CD-də yorumlara yaza bilərsiniz. CD yorumlara yazacağam. Yəni istəyənlər maraqlana bilərsiniz. Maraqlananlar yorumlara yazacağam. Dünyanın CD-ni. Vallahi oynamaq istəsəniz, kənddə Survival oynamaq istəsəniz və kənddə başlamaq istəsəniz, vallahi bu kitabları alacağam ha. Yorumlara gözləyirəm də. Yine xatırladım, video bəyənmək yadınızdan çıxmasın. Şimdi bunu da alaq. Çünki bu çöllərdən bunu qoyanda büyülər əldə edə bilərsiniz. Zümrüddən ticarət eləyib büyü ala bilərsiniz də. Zırhlara, paltarlara daha güclü ya da əşyalara daha güclü büyülər basmağınızda işə yarayır. Bir dənə də buradan şey alaq. Çünki bu evdə, yük evdə bildiyimə görə yataq olmur, kravat olmur, dajı. Görə sənə satsan elə, deyən görüm. Təmir bir baş gəlsə, təmir, aha, bir, təxminlərinizi alaq. Kim bilsə valla altın ayada bunu tapmaq, tapana valla halaldır. Büyünü tapana halaldır. Görə sənə satsan elə. Təmir çıxsa, kitab deyə. Təmir çıxsa ilk başda yaxşı olar ha. Təmirlə, çünki təmir oyundakı ən özəl büyüdür də. Yəni, məsələn, bir əşyanız bilməyənlərə deyirəm də, bilinləri demirəm. Bir əşyanız qırılırsa, təmir basıb bu seviyyələrlə, XP-lərlə, canavarlardan çıxan XP-lərlə və yaxud nəsə bir şey, mədən qıranda onlardan çıxan XP-lərlə əşyalarınızı təmir eləyə bilirsiniz. Kitabları alaq. Yer açaqda burada mədən bir baltadan atdan düzəldim də valla zülüm deyə. Bundan qırarım yoxsa bunu dəqiqə bir işləmə masası düzəldək də işləmə. Əşya düzəltmə masası deyim nə düzəldim nəsə də. Dibə qoyacağım dibdə. Dəmir balta bəlkə düzəltdim. Çünki şey də yoxdur, çubuq da düzəldək. Dəmir qazmam var. 3 dənə almazdan bəlkə şey düzəltdim. Bir dənə başlıq yoxdur. Başlığı da düzəltsəm bütün zırhı tamamlayırıq.
Bütün paltarı tamamlayırıq. Bir dənə dəmir balta, çünki 2 dənə dəmir qazmamız var. Dəmir qazmanı bura qoyaq. Bir dənə dəmir qılınc düzəldəcəm. Dəqiqə, dəmirim çatmır. Ayda. Dəmir qılınc düzəldəcəm deyə. Yəni buranın qoləmi olur da, dəmir qoləmi. Onu kəsərsən bəlkə dəmir qılınc. Oyuna başlamaz dəmir əşyaları düzdük də. Bir dəqiqə, buranın dəmir qoləmi, aha, tapdım səni. Əcəlin gəlir, əcəlin gəlir. Uy, vay. Bir yarım canım qaldı ya la. Sən nə var sənə, gəl bura, gəl. Yəni sən öldürmədim indi. Vura bilsəm hələ. Neyse, belə vuracam da. Kritik atmaqla nə olur ki? Belə lap tez oldu. Dəmir baltamın canına bax ha. Canlı süpürdü apardı canlı. Oy dədə. Buna bax ya. Nə qədər vurur ki bu? Ortalama 5 vururmuş. O dəmir attım. Yüzdə. 5 də yaxşı deyə. Amma almazla mədənlərə indi mağaralara düşüb indi almazlara yığacağıq təbii ki də. Bir dənə dəmir qazma, dəmir çaşdım, dəmir qılınc düzəldim. Bu çox da önəmli olmaz yəni. Bundan da düzəldə bilirsiniz. Əslində bu bakır da mis, hə. Türklər demişlər, hə. Mis də düzəldə bilirsiniz də. Nədir onun adı? Mis paltarları da düzəldə bilirsiniz, mis zırhları da düzəldə bilirsiniz. Onlar biraz dəmirdən gücsüzdür. Yəni kət tapmışıq da, nəyə lazımdır ki? Evlərdən aldığımız sandıqlarla bir dənə buraya şey qoyaram, kravatı qoyaram. Bura işləmə masasını qoyaq. Nəsə əşya düzəltmə masası da. Yatağı bura qoyacam. Yatağı. Üstün boşaldacam, bilirəm, üstün boşaldacam. Heç narahat olmayın. İndi boşaldıram. Üstdən bir qurtulaq da. Ha, bu şeylər ginək də, setlər, zırhları. Ginək də. Dəmir qılıncım bura, balta bura, qazma bura. Bunları da ataq. İndi ginəcəm zırhları da. Video çox olmayacaq. Düşünmürəm çox olacağını. 20 dəqiqəyə yaxın bəlkə elədim. Əvvəlcə ölməyim. Yemək yiyib də yeməyimi xərcləməyəcəm. Orada ölə bildim mənə. Bir də bu canım yenilənsin. Dənə toplansam düzələcək bir iş. Şey basmışdım mən. Ayda. Kravatı basmamışdım. Yenidən canlanma şeyini basmamışdım. Harada getmişdim mən? Burada etmişdim, buradan etmişdim. Neyse. Buradan görmüyorum, burada nəsə çıxacaq hələ. Kəşfə çıxaq da, kəşfə. Yatacam bildim, indi gedib evə gedib bəlkə yatdım. Burada nəsə var hələ, buradan geçsəm bəlkə. Buradan da yox, bura dənizdə deyəsən. Sonsuz dənizə gedir bura. Sonsuz dənizə gedir deyəsən. Bir dəqiqəliyinə. Sonsuz dənizə gedir hə. Sonsuz dənizə gedir. Baxmağa dəyməz. Gəlin həmin ki yer tapa bilsəm getdiyimiz yerdən. Bir dəqiqə. Bunlar alaqda, bunlar dəyərlidir. Bunlardan bundan farm düzəldəcəm. Bu portal düzəldib bəlkə. Bunlar niyə qırıldı bə? Portal düzəldim. Nədir portal oradan? Kvars yığıb. Piston aslında kvarsdan düzəlmir, amma şey bəziləri desən kvars istəyir. Bu gözləmci də vardı. Onlardan da istəyir də. Onları qoyub, bunlar böyüdükcə pistonlar bunları qıracaq. Farm düzəldəcəm. Yəni video bölümlər getdikcə, video getdikcə yavaş-yavaş onsuz da siz də görəcəksiniz. Bayaqki yer oradaydı, hə, buraydı. Yavaş-yavaş siz də görəcəksiniz. Buradan gedək. Axşam oldu, yedik. Hə, tapdım. Buraydı. Demirəm, başqa kəndlərdə bəlkə tapdıq, onları da yağmalaya bilərik. İnək, çəkil qabağımdan, inək. Çəkil. Yatmalıyam mən, yatmalıyam. Tez. Qapıma yerimdən düşə.
Görək. Düşə. Düşmə yatacam. Düş. Şişəyə bax ha. Yerimdə yatırıq. Bunlar sındıra. Bunlar dibə qoyaq. Lazımsız da olsa. Dibdən düzək də. Bəlkə təmir çıxarda bilərik. Bəlkə təmir çıxarda bilərik. Bir dəqiqəliyə. Şöyle yukarı ne var? Yukarıda hiç ne olmuyor da. Yoktur. Burada aşağıda. Bu niye burada da? Bu ne amazından koymuşsunuz axı? Ama burada elə belə baxmalıq yerdə. Ya balkon kimi şey də. Bura lazım olmaz. Buranı sındıracağım. Bura gərəksizdir. Evim biraz bir ferahlayaq da. Ferahlasın evimiz. Çox sıxıcı. Niye? Lazım deyil ki balkon. Çıkkılı şeydi olsa. Düştüm. Ev düzəldiyənə qədər hər birinci, bəlkə ikinci bölümdə bəlkə ev düzəltdik. Belə mədəni bu dəmir setlərlə almaz set düzəltməyəcəm. Dəmir setlərlə getdim bəlkə şeyə. Ender Dragon'un dəmir setlərlə kəsəcəm. Çünki almaz set düzəltsəm Ender Dragon'u kəsəndən sonra bu Entity var ya, Entity şəhərlərində də oralara gedəcəm. Elytra almaqda qanad almağa qəribə oldu buna bax. Nəysə. Qanad almaq üçün gedəndə oradan setlərdə çıxır axı almaz şeylər çıxır, qazmazad. Almaz şeylər çıxır, qılınc, qazma, kürək də çıxa bilir. Bel də çıxa bilir, balta da çıxa bilir. Set də çıxa bilir. Ona görə birbaş oradan alacağım. Yəni almaz setə girişməyəcəm də. Onun Entity'yə iki də Entity şəhərləri şey edəcəm. Yağmaladıqdan sonra bəlkə mədənə inə bilərəm. Mənim canım azalır o. Nə acıdığıma baxı. Çox acmışam. Bu bölüm çox bir şey eləməyəcəyik. O birisi bölüm mən elə bildim bu bölüm kənd tapmağı düşünürdüm. Məsələn, Allah. Bu sotunmuş sənin mənə. Söydürəsiz də mənə bu oyunda. Estağfurullah, estağfurullah. Bağışlayın da. Ağzımdan qaçdı. Nətər öldürə bilərəm? Partlamasın. Pis olar. Siz nə verirsiniz hələ? Təmir var, təmir. Ha, qapını açma. Yox, qapını açma. Bundan nə çıxacaq? Baxaq. O ikisi də ateş büyüsü verirəm. Oy dədə. Birisi 3 verir, birisi də 4 verir. Bu şanslığımıza. Qapını üçün qatacağım. Hadi açtım. Kaç. İşte var. Qapının ağzında gözləyirik. Partlamaq üçün. Gəl sən indi burada mələdim mən səni. Şimdi bitti. Ne oldu? Ne oldu he? İşte bir şey vermirsiniz de. Bizi bildirmişsiniz. Neyse. Gəl satsana. Bu iksir şeydə. Ne satmır ha bu? Paltar niye giyinmeyip? Paltar niye giyinirsən bəs? Ticarətçi deyil ama paltar giyinibdi. Adamlar aldadır da. Öldürürüm. Adamları niye aldırsan? Adamları aldadır. Aldırmağa gəlib adamları. Biraz ət kəsək. O şeylərdən ocaqlara gedib alacağım ocaqlarda. O tök attım. Bir vuruşma öldü. Biraz da bunları hazır mənim üçün qoyublar da. Bunları da alaq. İkisi bir önemli diye bunları büyü basmaq üçün. Toyuğu da öldürək. Toyuq da lazımdır. Biraz ət. Vallahi dəmirlə başlamaq başlanğıcda dəmir setlərlə başlamaq yaxşı oldu. Kəndi tapmaqda bir də 3 saat mədənə in, nə bilim mağaraya in. Oradan dəmirlər al. Bunlar qaşaydı. Bunlardan dəmirci fırını düzəldir daha bu. Gəldi yuxarıda da. Yeni tərif. Kilidi açıldı. Bu şeydən düzəlir. Çəkil də qoy görsünlər də. Bu da bundan. Bu mədənləri tez əritməyim üçündür. Tez əridir də. Ətlər üçün də bir dənə əslində ocaq var. Bu 4 dənə odundan düzəlir də. Burası fırın ocaqları almışam. Bir ocaq almamışam. Ocaqlar alaq da bunlar lazımlıdır. Bunlar vallahi lazımlıdır.
İndi buranı almışdım. Qapını ortaya heç olmasa şöyle buraya yatmağa gələndə birdən örtməz. Zombicilər. Hə. Zombicilər onu öldürər, zombiyə çevirər. Onsuz özüm zombiyə çevirəcəm bunları. Bunların onsuz özüm bunların da farmını düzəldəcəm. Lazım olmayan şeyləri məsələn qoyacağım. Zombi şeyləyəcəm. Bu da ondandır. Yox, bu satır. 32 dənə çürüyətə. Buranın şeylər də olmalıydı. Saman blokları da olmalıydı. Bunlar haradadır? Ha, oradadır, tamam. Gördüm. Onları qaçırmayaq da. Onlardan qəşəng şeylər, qəşəng çörəklər düzəldəcəyik. Çörəkləri yeyək. Duzsuz, zadsız. Elə adi quru yeyəcəyik. Yanında heç nə yoxdur. Modlara elə bir dənə 2 dənə mod düzəltmişəm. Yəni görünüş olaraq bu köylü modu düzəltmişəm. Yəni görünüş yaxşı göstərir. Belə kəndə elə bir nəsə təkcə kəndlilər yoxdur da, qəşəng savaşçılar da olur. Bir görünüş amacı ilə o modu indirmişəm. Bir dənə də mod var idi. İndi qəribə moddur. Tam özüm də bilmirəm. Zindan da bir dənə zindan modudur. Bu modu biraz baxdım. Başqa dünyada 12 vuran bir dənə qılınc var. 12 vuran. Qırmızı qılınc. Demirəm onu bir dənə 9 vuran qılınc var idi. Onu nətər əldə edəcəyini tapdım. 9 vuran qılınc var idi. Netherite qılıncdan güclü də. Onu zindandan almışdım bir dəfə. Amma 12 vuranı tapamadım. Heç türlü. Mədəni var amma nəsə tapamadım. Onu hardan düzəlir. Zindan da yoxdur heç. Bilmədim, indi mədəndə çıxır. Çox mədənlərə baxmadım. Bəlkə mədəndə çıxır. 12 vuran qılınc deyə. Güclü qılınc. 2 dənə zindan vardı, elə bil. Ya da 3 dənə deyəsən zindan. İkisini mən tapdım. Üçüncüsünü videoya baxdım. Modun videosuna baxdım. Araşdırdım biraz. Üçüncüsü oradan gələr deyəsən. Oradan görüm üçüncü zindanı. Amma qırmızı qılıncı görmədim. 12 vuran qılınc deyə özdə. Kəskinliyi 5 basanda 18 vurur. Bir dənə də ateş büyüsü. Alov büyüsü də. Onları bassan Allah nə almışdıq. Nə güclü olur. Geri təpmə. Allah. Video çox olmayacaq onsuz da. Biraz sonra videonu dayandıracağım. Nəysə, video buraya qədər olsun. Gələn səfərki videomuzda ikinci bölümdə bəlkə şey elədik. Mədənə inib almaz, 3 dənə almazım var hətta. İndidən düzəldi, sabah hazır olsun da. 2 dənə də çubuq buradan alaq. İndidən hazır olsun. Yəni, ikinci bölümdən qaldığımız yerdən davam eləyəcəyik. Bəlkə video dışı sizin üçün video çox uzun olmasın da. Çünki obsidianı qırmaq geç çəkir də. Video salmaram, elə video dışı obsidian qırıb, mədəndən obsidian qırıb, mədəndə başladıram videonu. Obsidianları qırıb, yəni deyərsiniz indi yaratıcı modda almışam. Xeyr, almayacağım. Yaratıcı moddan istifadə etməyəcəm. Özüm almağa alacağım. Yəni bəzi çətinləyici şeylər də olacaq, farmlar da olacaq. Onu da öz mənəməyə çalışacağım da. Mədəndə başlayacağım. Obsidianları da video dışı obsidianları qırıb videonu başlayacağım. Və Nether portalı düzəldib Nether'a girib oradan Ender Dragon kəsə bilərik də. İkinci bölüm bəlkə Ender Dragon kəsdik və ev düzəldə bilərik. Hər nəysə, videomuz buraya qədər olsun. Dostlar, sağ olun, salamatla qalın. Videonu bəyənməyə yadınızdan çıxmasın. Sağ olun.